Hamınıza salam dostlar, mən Harun Mürsəlli. Bugün sizlərlə bir yerdə Granny oynuyoruz, amma bu dəfə fərqli olaraq Granny 1 oynuyoruz dostlar. Bildiğiniz kimi mənim kanalımda Granny 2'nin videoları var idi və bugün də sizlərlə bir yerdə bu Granny 2'ni oynuyoruz, Granny 1'i oynuyoruz daha doğrusu. Sizlər də dostlar baxın, Granny 2'dən sıxılmısınız bilirəm. Çünki Granny'ni çox sevirsiniz, amma Granny 2'nin mən şu 4 dənə videosunu çəkmişəm. Bütün hər yerdən də qaçmışıq, amma artıq siz Granny 2'dən sıxılırsınız. Ona görə fərqli bir konsept yaratdım və Granny'nin birinci bölümü, yəni Granny 1'in birinci bölümünü çəkirəm dostlar. Bu videoya əgər 7 like gəlsə, bu videonun tamamı, yəni Granny 1'in ikinci aşağıdan kanalıma like atırıq, abunə ol tuşuna basırıq dostlar. Belə videoların davamının gəlməsini istəyirsinizsə like atıb abunə olurum. Dostlar, bu arada Granny 1 və Granny 2 hansı modunu açmam istəyirsinizsə yorumlarda yazın. Məsələn, harddır, ekstrem moddur falan. Bunları yorumda yazın. Bu arada Granny 2 final mi olsun, yoxsa Granny 2'nin davamından mı gəlsin? Bunların hamısını siz özünüz qərar verəcəksiniz dostlar. Ona görə də aşağıdan kanalıma like qoyub abunə olmayı unutmayın dostlar. Neyse, indi gedək bir dənə special key'imizi tapdıq. İndi buranı açırıq. Buradan da cutting players çıxdı, yəni qatil çıxdı. Qatil çıxması yaxşı oldu biraz. Burada kar bakteri çıxdı. Super. Granny hər an gələ bilər. Deməli dostlar, biz yuxarı çıxmalıyıq. Hörümçəyin yanına. Bu arada hörümçəkdə bir bug var. Onu da sizə göstərəcəm. İnşallah buradan qəfildən qarşıma çıxmaz deyə düşünürəm. Allah, burada Granny yoxdur. Dostlar, deməli bu hörümçəyin yanına getmək üçün ət aparmalısınız özünüzdən. Amma normalda bunun bir bug'ı var dostlar. Buranı açaq. Buranı da belə sındıraq. Deməli bu Granny gəlirmi görək, baxaq. Nəysə, biz yuxarı çıxıq dostlar. Yuxarı çıxıq və bu Granny 1'də hörümçəyin bug'ı var dostlar. Deməli buradan belə gedirsiniz. Və tez əyilib qalxanda bu hörümçək yerində dayanır dostlar. Və buradan da bizə wrench verir. Motor üçün lazım ola bilər bu maşın motor üçün. Wrench'imizi götürürük. Deməli dostlar, Granny burada olacaq. Granny burada deyilmiş, super. Deməli orada nə var? Oraya getməliyik. Save key'imiz var. Aha. Save key. Oraya getmək üçün taxta lazımdır və onun üçün də hammer lazımdır. Wrench yeri atırıq, Granny bura gəlməlidir. Və bir dənə daha bug var dostlar. Bu arada bunları açmanız üçün hammer'a ehtiyacınız var. Amma Granny 1'də bunu Granny öz açır. Məsələn, bunu atırsınız bura, Granny buradan səs gəldiyini zənn edir və bu taxtaları sındırır. Və biz Wrench bura tulladıq və burada dururuq. İnşallah Granny oranı açar. Açdı görəm. Aha, açdı, vallahi açdı. Gördüğünüz kimi dostlar, və bu bug işe yarayır. Granny 1'də 2 dənə bu bug var, hələ daha buglar var dostlar. Amma onları hələ mən bilmirəm. Bu hammer'a ehtiyacınız olmadan, yəni buranı aça bilərsiniz rahat bir şəkildə. İndi bu Granny geçsin, biz də taxtaları götürək, oraya keçmək üçün cutting player'a ehtiyacımız var. O da aşağıdaydı. Gedək onu da götürək yavaşdan. Gələk bura save key'imizi götürək. Save key'dən də aşağıdan sandıq yer var. Yekə oranı da açaq, görək çıxır. Gördünüz dostlar, özü yerə saldı. Özü yerə saldığı şey özü baxır. Bax, mən buna nə deyim? Get qutarda tay video uzanır. Dostlar, dediyim kimi bu videoya like atın ki, abunə olun kanala. Bu videonun davamı ölməyəcəm. Acığa ölməyəcəm. Bu bug olmuşdu. Ayda, bug olmuşdu özü bu. Neyse, heç əsəbimizi çoğramaya ehtiyacımız yoxdur dostlar. Bu bug. Axı mən bunu edirdim video dışında dostlar. O video dışında edəndə bu dayanmadan qalırdı yerində. Mən məsələn Granny'ni orada da fırlatmışam, oradan da aranı girmişəm. Neyse, sizin üçün bunu çəkirəm dostlar. İnşallah Granny 1'i sevərsiniz dostlar. Mən indi bu Granny'nin harda olduğunu biz hardan bilək Harun. Sən indi bu vazonu götürək. İnşallah qəflətən qarşıma çıxmaq. Biraz səs.
Sən nə ara ora gəldin? Tez qarşımızı götür, yuxarı qalxaq dostlar. Bu bizi görməsin. Bu bizi görməsin. Sən gördü, amma fikir vermirik dostlar. Fikir vermirik şeylərə. Taxtdan qoyuruq, qarşımızı götürürük. Buradan mədəni bir şəkildə keçirik. Mədəni bir şəkildə sevkiyimizi götürürük. Bu qapı üstümüzə bağlanır. Bu qapının vidalarını sökürük. Bu qapını tez açırıq. Bunu atırıq. Sonra bu qarşımıza lazım olacağı üçün qarşına çıxardırıq. Green'i buradan gəlir. Green'i buradan gəlməsi üçün biz nə etməliyik? Biz taxtadan keçirik dostlar. Bunu atırıq və bu buradan yerə düşür. Safe game'imizi götürürük və biz buradan aranjırıq. Deməli biz bunu götürdük, düşdü aşağı. Kar benzin bizim üçün çox süper oldu. Benzin yaxşı ki çıxdı dostlar. Buradan da Monster Key çıxdı. Hətta Teddy ilə qaçacağam. Bir çılğınlıq edəcəm. Bu madem Granny videosu kanalımızda, Granny 1'in ilk videosu kanalımızdadır. Budursa Granny'nin sizin xətrinizə dostlar, Granny 1'dən Teddy ilə arabadan qaçacağam. Maşınla. Ya bunu dostlar video dayandı. İndi təzədən video davam edirik və bu Granny təzədən arxamıza düşdü. Granny'ni bir şəkildə özümüzdən uzaqlaşdırmalıyıq. Granny'ni bu arada orası saunaya kilitləyəcəm ki, qoy ölsün 2 dəqiqəlik. Deməli Granny'ni bura çəkirəm. Bu Granny bura gəlməlidir. Gəl. Deməli tez bura girdik, tez. Bura açarımızı atırıq. Açar götürürük. Maşına minirik. Maşına minikdən sonra Granny'nin gəlməsini gözləyirik. Granny dərsə məndən məzələnir dostlar. Həqiqətən mənlə məzələnmə fikir var dərsən. Bax, mənlə məzələnir. Bura gedər gəlir. İçəri girmir. Yaxşı Granny, səndən də hesablaşacağıq. Görəsən. İnşallah bu dəfə də bizə fake atması. Daha doğrusu dostlar bizə fake atdı hətta. Allah'a şükür, mənə fake atdı. İndi isə ölməyə hak edirsən. Qal orada. Qal. Deməli dostlar bizə nə... Qoy bir tələyə də düşün. Düşün dostlar. Deməli buranı açırıq. Benzinimiz var. Aha, benzin yadda saxlayaq. Benzin açar nağdı var. Qaçı. 2 dəqiqə vaxtımız da var bu arada. Onu da unutmayaq. Deməli kitab da burada var. Çox şükür kitabı da buradan tapdıq. Burada da motor çıxır ki 100%. Motorda burada tapdıq. Vrenç yuxarıda qaldı. Vrenci də götürməliyik. Biz vrenci də götürəcəyik. Motoru alaq buradan dostlar. Motoru ataq bura. Deməli karbak derimiz də var. Karbak derini aşağı gətirək və bizə nə qalır maşın üçün qaçmalı? Maşın üçün qaçmalı bir dənə Pablo Key qalır dərsən. Pablo Key'dən sonra dərsən aranjırıq. Pablo Key'də hardan tapa bilərik? Liftdə qalxmalıyıq. Liftdən də 150 şansımız var. İnşallah ölmərik deyilər. Mən heç nə demirəm. Bu oyuna dostlar heç bir şey demirəm. Heç bir şey. İndi bu dəqiqəki kommenti yazın, yoruma yazın. Qaqa, neçə dəqiqə, neçə saniyə ümumiyyətlə bu qaldı? 2 dəqiqə çəkmədi. 2 dəqiqə çəkmədi dostlar. Heç 1 dəqiqə belə çəkmədi. 30 saniyə çəkdi dostlar. Belə şey olar hə. Belə şey olar dostlar. Granny 1 həqiqətən çox hiləcər bir oyunmuş. Həqiqətən çox hiləcər bir oyun. İndi bu dəqiqə ölmüsən ha bala. İndi bu dəqiqə ölmüsən. Nətər dirildi bu? Mənə çatmır, bu nətər dirildi? 2 dəqiqə vaxt yazmışdı indi bu dəqiqə videoda. Dostlar bir dənə baxdınız. Videoya baxın, neçə saniyə sürdü? Yorumlarda yazın. Nəysə, bu Granny'dən illa ki biz qaçacağıq dostlar. İlla ki qaçacağıq. Narahat deyiləm ona görə də. Həm də Teddy ilə qaçacağıq. Mən qaçıramsa Teddy ilə qaçmalıyam.
Deməli biz nə qarırdıq, nə edirdik? Karbakterini götürdük. Kitab götürməli. Hə, kitab da burada. Hər yerə tələ qoyub. Hər yerə tələ qoyub. Hər yerə tələ qoyub. Bax 2 dəqiqə. Aha, kitab burada. Dostlar, bu 2 dəqiqə çəkməyəcək. Deməli Pablo-K'yi tapmaq üçün. Deməli bizim maşınımızda karbakterimiz var, vrəngimiz var, motorumuz var, açarımız da var. Bir dənə Pablo-K qalır qarajdan qaçmaq üçün deyə düşünürəm. Başqa bir şey yoxdur inşallah. Deməli Harun buranı açaq. Buranı açdım. Bu dirildi yenə. Məncə dirildi. 2 dəqiqə axı. 2 dəqiqə axı o qədər tezliklə dirilənməz. Aa, bu da lazımdı, bu da lazımdı. Bunu unutmuşdum. Bu da lazımdı dostlar. Teddy buradadır. Bu da lazımdır bizə. Əgər Pablo-K çıxmazsa bu da lazımdır. Bunu yadımıza saxlayaq dostlar. Bax bu spark bloku. Bunu yadımıza saxlayaq. Bunu götürürük. Bu məndən aşağı düşür. Liftdə ölməsəm zor olar ya. %50'nin 50'ye ehtimaldır. İstəmirəm ölüm. Deməli inşallah qəflətən qarşıma heç bir şey çıxmaz diləyi ilə. Deməli mən bunu götürürəm. Spider-K. İndi bunu götürürəm, yavaş-yavaş aşağı düşürəm. Bu Greeny bizi qorxuzmazsa əla olar, əla olar. Deməli buradan gedək tez. Buranın qapısını açaq. Gedək yuxarıdan da o yumru şey götürək. O da bizim ehtiyacımızdır. Greeny dirilməsə yaxşıdır. Yavaş-yavaş yuxarı çıxıram. Bu qapılardan birində buranı bağlayam. Ya Allah, bismillah. Deməli buradan gedirik. Aşağı düşürük indi buradan. Greeny ilə vedalaşırıq dostlar. Greeny ilə veda. Dostlar, bu arada mənim kanalizasyondan qaçmamı istəyirsinizsə, əgər deyirsiniz ki, ay qaqa, qaç kanalizasyondan, onda bu videoya 15-20 like gəlməlidir. 20 like da kanalizasyondan qaçış bölümünü çəkiləcək. İndi bu dəfə maşınla qaçıram. Bu ara getdi, o ara getdi. Aha, indi biz buranı açmalıyıq. Buranı açdıqdan sonra bizim oradakı dəmir açılır, qalxır artıq. Deməli, bura girək, baxaq ki, burada nə var. Heç nə yoxmuş, həqiqətən heç nə yoxmuş. İnşallah buradan Pablo-K çıxarıq. Pablo-K çıxsa çox süper olar ya. Pablo-K çıxmadı. Pablo-K çıx buradan. İnşallah Pablo-K buradan çıxar və qarpuz çıxdı. Bu qarpuzdan da Pablo-K çıxa bilər dostlar. Bu qarpuzun içindən də Pablo-K çıxa bilər. Ölmək istəməm. Nə qışqırsan, nə qışqırsan, ilk dəfə alabiliyorsun, hə? Nə baxsan, qarpuz verməsin, mövsümü gəldəcək. Bir aydan sonra qarpuzun mövsümü, nə olub ki? Xəstə nə qalmış ye? Biraz sən tez yerdə geçsən, bizim üçün yaxşı olur, bizə liftə qalx. Bax, gəzsən yeri, bax, Greeny kimi bu da gəzsən yeri, görürsünüz? Bax, gəzsən niyə edirsən? Bax, videonun vaxtı uzanır, sonra baxma ona. Nə baxsın elə mənə? Ağzını açıb baxır, ala, qarpuz verim, ye. Ala, qarpuz, qarpuz. İçində nəsə bir şey var, boğazına qalar inşallah. Həqiqətən bu dəfə də göstərə, həqiqətən əsəbləşirdim. Bu dəfə də bizi görsə əsəbləşirdim. Aha, gəldi o lift oyununa. 50-50 şansımız var. İnşallah bu lift bizi ölmə aparmaz deyə düşünürəm. İçimdən 2 keçir, bu 2-ni də açıram. İnşallah ki, ölmərik. Amma əslində ürəyim içimdən biri deyir, amma mən 2-ni açıram. Yəni, görürsünüz də, həm qarpızımız, baxın, buradan hammer çıxacaq məncə. Çünki hammer. Birini aparmalıyam mən bunların. Hammer və ya qarpuz. Bu quyu üçün hansını aparım? Qarpuzumu, bunu mu, hansını? Çox qararsam. Qarpuz aparım. Çəkil.
Allah şükür sen biraz tez get. Bizim canımız səndən qutarsın. Bu arada mən bura baxmadım. Burada nə var? Burada zaten ət var. Ət bizim nəyimizə lazımdır ki? Bəlkə biraz qabacı da sən. Çox şükür. Deməli dostlar, Green təzədən canlandı. Green'in təzədən öldürürük burada. Qarpuzumuzu bura tax, gəlsin qarpuzumuzdan yesin biraz. Mən qarpuzumuzu atıram bura. Tezliklə Green'i gözləyirik. Tez bir şəkildə Green'i gözləyirik ki, Green'i bura gəlsin. Bu arada o balaca Spark şeyini, maşının üçün olan şeyi yuxarıda Teddy'nin yanında qoyduq. Onu da unutmayaq. Bu arada nə qaldı bir arada? Pablo Key qaldı. Pablo Key ya qarpuzdan ya da quyudan çıxacaq. Məncə qarpuzdan çıxacaq. Qarpuzdan çıxmasa da çox çətin bir yerdən çıxacaq. Çox. Deməli, indi qarpuzu gedirik. İnşallah ki, bundan Pablo Key çıxar və biz də qaçarıq rahatca. Bu arada, Wrench qaldı yuxarıda. Yuxarıda qaldı, onu da unutmayaq. Bu arada, tez gedək, qarpuzumuz da əlimizdədir. Tez gedək, baxaq, qarpuzu kəsək, görək içindən nə var. İnşallah yaxşı şey çıxar. Ayda, Pablo Key çıxmadı ya. Yəni də əlimizi üzməyək dostlar. Bu qoyunun adına deyil, bu qoyunun şeyini adına deyil. Neyse. Ne bura düşdük. Baxaq şurada bu quşda nə var? Quşda da inşallah Pablo Key olur quşdan. Olsa belə necə alacağım? Bunun üçün bir hələ bir fikirləşim. Aha, orada nə var? Heç nə yox. Var əslində. Amma bu şeydir. Bu kanalizasyondan qaçmaq üçün lazım deyil. İnşallah burada bizə Pablo Key çıxar deyə umuram. İnşallah burada Pablo Key olar. Pablo Key yoxdur. Pablo Keysiz bir seçeneğe bilməyəcəyik maalesef ki. Deməli dostlar, onda bizə qalır nə etmək ki, şey var ya, bildim hardan çıxacaq, birləşdirmək. Buradan da çıxa bilər, buradan da çıxa bilər, buradan da çıxa bilər. Niyə çıxmasın Pablo Key? Əlimizi üzməyək, o dəqiqə əlimizi üzməyək, gözləyin. Deməli, bura düşəkmi, düşməkmi? Yox, silahın parçalarını birləşdirməliyik. Silahın parçalarını birləşdirsək, ya da düşək, gedək təzədən şey götürək. Hələ bu da lazımdır, gözə bu da qalıb. Əgər Pablo Key buradan çıxmasa, balaca evdən bunu götürmək lazımdır. Bunu ataq, bura yadımızdan çıxmasın inşallah. İnşallah ki, bu balaca yaratıq qəfildən məni yeməz deyə düşünürəm. Bax, gələn kimi buna qarşılamaq. Gələn Halifdə bizi gözləyirmiş. Bir kənd oldu dərsən, bir kənd. Çıxaq, bu da geçsin, əsəb sakinləşsin. Deməli, bir kənd oldu. Kəndına gedək quyudan inşallah. Quyudan hammer çıxacaq dostlar. Abla sakinləş, indi bir dəqiqə. Sakinləş, sən ona gel o tərəfə. Biraz qabağa, sürətlə getsən nə olasıdır? Biraz tez getməklə heç nə olmur. Ağa be, hörümçək də quruza düşüb. Vay be, hörümçək. Get dən, hə? Güzel səbləşirəm, get. Neyse dostlar, biz bunu götürdük, gedirik təzədən quyuya, təzədən quyudan hammer çıxacaq. Hammer çıxmasa da başqa bir şey çıxacaq. Burada da Master Key'imiz var. Master Key bizim heç nəyimizə yaramır. Çünki biz qapıdan qaçacaq. Qapıdan. Qapıdan nəmiş, maşından qaçırıq. Tez bu Green'i bura gəlməli, Green'i təzədən kilitləməli, təzədən getməli yuxarı. Yuxarı gedəndən sonra təzədən də adına deyil,
quyudan nəsə bir şey çıxmalıdır. Quyudan çıxan şeydə bizim ehtiyacımız var və bu Greeni bura gəlmir. Nəysə, heç eləmirəm. Sən biraz tez gəl, biz yuxarı qalxaq dostlar. Tez inşallah Hammer çıxar ya da Pablo-K çıxar. Bu ikisindən biri çıxsa süper olar. Çünki Hammer'dan da gedib başqa yerdən taxtasını açmaq olar. Gedib buradan həyətə çıxaq. Həyətdən də baxa kürəndən çıxır oradan bizə. Videom çox uzun oldu məncə. Bu video net bir yarım saatlıq olar. Amma mən inanıram ki, siz bu videonu izləyəsiniz. Çünki siz Greenini çox istəyirsiniz. Mənim kanalımda Greeni videolar izlənir. Ən ölüsü 100-dən aşağısı Greeni videom yoxdur. Hə, var. Bir dənə bu ən son çəkdiyim Greeni videosu. O 92 nəfərdir. O da normaldır ki, 4-cü videoda sıxılmışsınız siz ondan. Dediyim kimi Hammer verdi bizə. Hammer'dan verməsi birazcık yaxşı oldu. Buradan Pablo-K çıxacaq. Ya buradan, ya iki ehtimalımız qaldı dostlar. 50'nin 50'yə. Ya o şeydən adam deyil. Yuxarıda Asperka var. Ya oradan plakanın altından çıxacaq. Ya da buradan çıxacaq. Mən deyirəm. Bu bizi görməyə biraz pis ola bilər. Deməli biz gedirik. Buranı açıq elə bilərəm artıq. İndi gedək təzədən aşağı düşək. Bax sən mənim qaçmamı nə qədər əngəlləsən belə də mən yenə də buradan qaçacağam. Bunu bil. Buradan tez çıraq, aranı çırmalıyıq buradan. Baxa görə burada nə var. İnşallah işə yaraya biləcək bir şey çıxar deyə düşünürəm. Quş yemi çıxdı. Quş yemi ilə biz nə edə bilərik? Quşu çıxarda bilərik yerindən. Bizə bunu verirsən də bunu. Tez bunu götürürük və buradan Greeni qarşımıza çıxmamaq diləyirik. Gedirik, Greeni qarşımıza çıxır. Biz də Greenidən qaçırıq, sonra Greeni bizi vurur. Oy Zübil. Oy Zübil. Oy da. Sözümü deyib qurtardım, Greeni gəldi. Sözümü deyib qurtardım, Greeni gəldi. Onu sən Greeni gəl bura, mən gedim o pis tərəfə. Oy da, nə pis qorxdum hə, nə pis qorxdum. Oy da. Açıl da. İndi bu qarşı bizim nəyimizə lazımdır ki? Nəysə dostlar, onda biz silahları birləşdirməliyik ki, biz buradan qaçmamız üçün. Onda niyə Greeni təzədən kilidləyək, silah birləşdirmək üçün parçaları axtarmalıyıq, parçalarla bir yerdə də silah götürməliyik, silah götürəndən sonra da silahla buranı vurmalıyıq, buranı götürəndən sonra plakanın altındakı yeri açmalıyıq. Oradan da bizə ya Pablo-K verəcək ya da başqa bir şey verəcək. Pablo-K verirsə bu oyunu bitiririk. Verməsə də video uzanır, bu qədər. İnşallah bura gələrsən. İnşallah bura gəlir dostlar. İndi bu bura gəlməlidir. Gəldən hə. İndi bu bura girsin. Qapının üstündən kilidləyək. Qapını kilidləyəndən sonra biz nə edirik? Təbii ki də gedirik yuxarı. Silah birləşdirmək üçün silahın parçalarına ehtiyacımız var. Niyə? Çünki Pablo-K ehtiyacımız var. Pablo-K olsa hər şeyimiz hazır olar. İndi silahın parçalarını axtarıq. Bura baxaq birinci. Burada varmış ha. Burada silahın başı var. Deməli bunu bura qoyduq. Bir də dəsən Ted'in yanında olmalıdır. Bunu bura qoyduq. Deməli buradan yuxarı çıxırıq. Yuxarı. Dostlar, dəsən qapını sındırdı. Dostlar, bu qapını sındırdı dostlar. Ayda. Greenini biz nətər öldürəcəyik? Greenin qapını sındırdı. Heç cür artıq şansımız yoxdur. Bu silahı birləşdirməklə Greenini elə vura bilərik dostlar. Çünki artıq bu qapını sındırdı. Bu qapını sındırmaq bizim üçün çox pis bir işarətdir. Ona görə də biz bura gəlirik əzindən. Bu parçanı birləşdiririk, qalır bir dənə. Bir dənəsində hardan tapırıq, yuxarı çıxırıq. İnşallah ki qarşımıza qəflətən çıxmaz. Bax, buranı sındırıb bir. Mən neyinəcəm? Ona cəbra sprey sıxım. Cəbra. Tez. Vaxtımız yoxdur. Video uzanır, tez ol. Bura gəlməlisən ki sən. Bura bizi
həbs eləmisənsə, da bizi də buradan çıxartmalısan məcburi. Gəl də, nə? Adamın konkret həstəsini öldürüyor bu Granny. İndi gəlsin bu bura. Biz sprey sıxaq gözünə. Bu təzənə geçsin. Gəlsin bura. Gəl bura. Aha, sprey gözünə sıxdıq və kör oldu Granny. İndi körlüğünü yaşasın o. İndi bunu da bura attım. Gəlsin ora. O körlüğün yaşayana biz gedirik dostlar. Buradan silahın 3-cü parçasında bilirəm o Teddy olan yerdə edirsən. İnşallah Teddy olan yerdə olar. Deyirdim ki və sənin 3-cü parçası da buradadır və indi Granny bura gəlməsi lazımdır. Səs verdik bura. İndi Granny bura gəlir. Biz də silah götürürük. Sonra səs veririk. Silahın içini doldururuq. Sonra Granny təzədən vururuq. Nətər fikir? Super məncə. Granny çıxıbdır buradan yoxsa hələ buradadır? Bak qəfildən qabağıma çıxma. İnşallah çıxmaz. Aha, artıq Granny bura gəlmə vaxtıdır. Silahımızı götürürük dostlar. İnşallah ki o nərdivanın altında olar. İnşallah plakanın altında olar o Pablo Cake. İnşallah. Əgər olsa super olar. Super. Elə yaxşı olar ki, elə yaxşı olar. Bir dənə bu Granny gəlsin bura. İşimizi bununla belə qutaraq. Ondan sonra da maşınımızı düzəldək və buradan arancıraq. Teddy'ni də götürək, bagaja ataq Teddy'ni. Bagajdan qaçacaq. Bagaja nəymiş? Buradan qaçacaq maşından. Deməli, bir dənə bizə motor, bir dənə spark, bir dənə wrench, bir dənə maşını açarı. Maşın açarı da buradadır. Cəbra. 2 dəqiqə 30 saniyə. 2 dəqiqə 30 saniyə, yəni yaxşıdır, amma 2 dəqiqə 30 saniyə verməyəcək. Bu dərsən 1 dəqiqə 30 saniyə verəcək. Ya Allah, bismillah. Allah'ım, nə olar, o plakanın altından çıxsın bu Pablo Cake. Canımız qutarsın tabi. İnşallah ki buradan çıxar Pablo Cake. Baxın dostlar, Pablo Cake buradan çıxmasa artıq neynəyək. Rusty Pablo Cake nədir? Ayda. Mən bilirəm haradan çıxacaq. Vallahi bilirəm. Ona görə nə eləmək lazımdır? Bir dənə bizə şey lazımdır, adından deyil. Yumru qırmızı şeylərdən lazımdır. Ondan lazımdır bizə. Niyə görə? Biz siz o aşağıda balaca evə birləşdirməyə görə parça birləşdirməliyik. Oyda. Biri aşağıdadır, amma birini tapmalıyıq. Bu oyun niyə belə çətinləşdirir ki bizi? Pablo Cake versin, çıxıb gedərdik də. Allah haqqı belə. Nə deyim Allah'a? Aşağı düşürəm. Onun adına deyib, balaca şeyin çıxa biləcəyi yerlərə gedirəm. Demək, aşağıda ola bilər, burada ola bilər. Burada şam düşübdür. Həqiqətən mən də bezdim. Balaca şey yox deyə. Balaca şey hara gediblər? Əsəbdən sən vuracam ya, qarqa. Bura baxmışdıq da. Burada heç nə lazım deyil. Burada heç nə yoxdur zaten. Demək bizə nə lazımdır? Onlardan tapacağıq ki biz. Bura baxaq görək ki buradan ola bilər. Hammer'la neyləyə bilər ki? Hammer başqaran aça bilər ki. Yəni yoruma yazın dostlar, Pablo Cake. Ayda, kəşki yayında olsaydım, siz zaman kömək eləyərdiniz. Demək, neyləyə bilər buradan? Neyləyə bilərsən? Bir düşün, ağlıma heç nə gəlmir özdə. Heç nə gəlmir. Bayaqdan bəri hər yerdə baxıram. Heç görmür bir şeydən bir şey çıxmaz. Bura baxaq görə buradan çıxa bilər. Mən zaten buranın özündən heç nə. Haradan çıxa bilər? Bəs Granny bunu hara qoymubdu? Deməli buradan çıxmırsa, onda o balaca yaratığın yanına gedək. Balaca yaratıqdan çıxa bilər. İndi təzədən buralara gedək, baxaq görək. Heç cür burada heç nə yoxdur. Heç cür burada heç nə yoxdur. Dən. İnşallah buradan çıxar. Buradan çıxar. Yes be. Dedim də, bu buradan çıxdı. İnşallah əlavə birində istəməz iyi. İstəsə çox pis olar. Məncə 2 dənə iş bağlanır da yəqin.
2 dənə iş bağlanır. Aha bu da Granny gəlsin yenə vuraq ona. Sevindim mən dostlar bunu tapdım. Bir də yaratığın yanındadır. Gedə onu da götür oradan. Onu da götürsək super olar. 1, 2, 3, ha. 2 dəqiqə 30 saniyə arasında yenə vaxtımız var. Təzədən düşər aşağı gedək bunu yerləşdirək. Onu bunu qoyaq ora. Deməli gedək. Nə edə bilərik? Bir də lazımdır. İnşallah 2 dənə ilə qutarar. Dəsən 2 dənədir dostlar. Məncə 2 dənə olmalıdır. Amma üçüncüsünü istəsə heç cür tapanmarıq dostlar. Çünki mən baxdım heç cür yoxdur yuxarıda. Ya burada ola bilər. Amma məncə üçüncüsü yox deyə. Bug olur ya bu da dayanmadan. Deməli bunu götürürük. İnşallah ki Pablo K'yi oradan verər. Pablo K'yi çıxar və biz də buradan qaçarıq. Orada sevindim öyle yavaş sevindim. Tullan da sen de buradan. Aha dostlar üşeye kaçırıq. Bir konçay. Dəsən məndən məzənlilər. Pablo K harda ola bilər axı? Pablo K harda ola bilər? Mən saatlarla Pablo K axtarıram. Pablo K yoxdur, yox. Pablo K yoxdur. Mən hardan tapım Pablo K dedim, oradan da çıxır. Pablo K hardan çıxır onda bu? Pablo K nə oldu? Oyundan qalxdı Pablo K dostlar. Ya buradan çıxır Pablo K. Hardan çıxır? Mən sıfıra düşmüşəm dostlar. Mən bezdim, vallahi bezdim. Pablo K hardan çıxa bilər? Hardan? Düşündüyüm yerdən çıxma. Nə olar bax. Ağlıma bir şey gəldi. Mən oynayanda beynimə nəsə bir şey düşür. Beynim də məndən lağ edir, dəsən. Burada hamı məndən lağ edir. Yəni oyun məndən lağ edir, elə demək istəyirəm. Beynim məndən oyun oynayır, ala. Və indi adıma bir şey düşdü. Gedirəm o yaratığın yanına. Yaratığın yanındakı kanalizasyon yerində orada nəsə bir şey var. Tornavidanı açmaq üçün. Bunu götürürəm. Oradan Pablo K versə video bitirəcəyəm. Ona görə də neynisiz neymişəm. Granny qarşıma qəfildən çıxma, onsa əsəbiyəm. Təzədən aşağı düşək, təzədən. Eş. Viponçeyi verdi ala bizə. Viponçeyi mən neynirəm ki? Viponçeyi ilə neyniyəm olar ki? Bunlar Granny bir dəqiqə falan dayandırmaq olar da. Neyniyəm olar ki? Çaş ki bax bilsəydim o qədər əziyyət çəkməzdim. Bu mən gördü dəsənə. Bu gəlsin bura. Bu bura gəlsin. Gələ biz kanalizasyonun yanına. Bu kanalizasyondan bizə Pablo K verməzsə, onda başımıza bir çarə bulmalıyıq. Əgər verirsə çox süper olur. Bir dənə bura qalır. İnşallah buradan Pablo K çıxar. Yəni bu video bitər dostlar. Yəni qorxmayın, indi bitmir video. Hay maşının hər şeyini əlimizdədir. Hər şey. İndi maşından rahatlıqca qaça bilərik, rahatlıqca. Bir bura gəlsin, mən tekrar qurtaracağım. Yəni mənim ağlıma bu niyə gəlmədi? İnşallah dostlar sıxılmazsınız, daha da keyif aldığınız bir videolar deyə düşünürəm. İnşallah ki bu videoya sona qədər də olmasa bir 5-10 saniyəsində bir dəqiqə falan baxardınız. Maşın üçün məncə heç nə qalmadı. Biz də yavaş-yavaş maşınımızı yıqaq və oyunu da belə bitirdik. Deməli, bu bura gəlsin Granny gəlsin də qapını sındırıb. Nəysə gəlsin bura. Təzədən gəlsin. Pablo K ilə işimiz bitdi. Mən saatlarla Pablo K axtarıram. Granny gəlsin bura. Granny'nin gözünü kör eləyək. Təzədən sonra gedək, təzədən ora. Sprey ataq bura. Hara gedirsən? Sən yuxarı çıxmamalısan. Sən burada durmalısan. Allah, bunun səsini gəl.
Green gəlsin. Yuxarı qalxaq. Yuxarı qalxdıqdan sonra nə edək? Motoru gətirək. Motordan sonra wrench lazımdır, spark da lazımdır və bu üçündən sonra da bu oyunu bitiririk və siz də bu kanala abunə olub like atmalısınız. İnşallah bu kanala abunə olub like atarsınız dostlar. Çünki həqiqətən özünüz də görürsünüz də, yəni bu videoda olan zəhmət heç bir Granny videosunda yoxdur. Yəni normalda Granny 2-də heç mən bu qədər əziyyət çəkmirdim. Həqiqətən bu video mənim çox əziyyət verdi, həqiqətən. Ona görə dostlar, bu videonun xətrinə aşağıdan like atsanız çox süper olar. İnşallah ki bu videoda normal like gələr, 7 like gəlsə bu videonun davamı, yəni 10 like gəlsə bu videonun Granny 1-in qapıdan qaçış videosu gələcək dostlar. Ona görə də aşağıdan kanalımıza abunə olun, like atın, bildirimləri də açın ki dostlar, mən bu Granny videosu paylaşanda siz də anında xəbərdar olun. Motorumuzu da yerləşdirdik, sonra sparkımızı da gətiririk, ondan sonra da gedirik, wrenchimizi də gətiririk, bu qədər. Benzin də var, benzin unutmayaq, benzini dışlamayaq. Deməli bizim sparkımızı buradan götürək. Spark haradadır? Buradadır, bunu götürək buradan belə. Aha, bunu da götürdük. Deməli götürdük, düş aşağı yavaşdan. Benzinlə doldurmalıyıq maşına. Benzini ən axıra saxlamaq olmaz. Bu arada Teddy ilə qaçacağım. Bax, neçə saatdır ki mənim başım qatır. Ona görə də əvəzi Teddy ilə qaçmaqdır. Teddy ilə götürəcəm gözün qabağında. Green'in gözün qabağında Teddy ilə götürəcəm. Dostlar, bu videoda Teddy ilə qaçdığımın şərəfinə həqiqətən like gəlsə çox sevinərəm. Bu videoda həqiqətən çox əziyyət var. Valla, mən heç bir Granny videomda bu qədər əziyyət çəkməmişdim. Bəlkə də indi bu video 1 saatdır, 40 dəqiqədir. Hardan bilmirlər. Axırıncı işimiz wrench qaldı. İnşallah ki Granny son anda qarşımıza çıxmaz deyə düşünürəm. Wrenchimiz inşallah itməz. Wrench itsə artıq video bitər. Bitti artıq. Gedirik yeni təzədən aşağı maşınımızı düzəldirik və arancırıq və qaçırıq. Teddy'ni götürüb elə qaçacağım. Teddy'ni acıqına görə Teddy'ni götürüb elə qaçmalıyam. Deməli dostlar, artıq maşınlıq işimiz bitdi. Bir dənə Teddy'ni götürmək qalır. Teddy'ni götürürük və maşından qaçırıq son olaraq. Deməli heç nə qalmaz ki, bitdi. Bitdi artıq, hər şey bitdi. Master key alırıq, tulluyuruq bura, Teddy'ni götürürük və buradan qaçırıq. Ona görə də bu videoya abunə olub like atsanız çox super olar dostlar. İndi gedirik son olaraq Teddy'mizi götürməyə. Teddy'mizi götürürük dostlar. Teddy'ni götürürük və qaçırıq. Bu Teddy'ni götürəndə bu Granny cinlənir. Cinlənəndə də bizim peşimizdən ayrılmır. Granny bura gəlsin. Mən burada durmuşam dostlar. Dostlar, bu Granny gələn kimi abunə olun, aşağıdan like atın. Həqiqətən abunə olun. Əgər bu Granny 1-in davam etməni istəyirsinizsə, yorumlarda hə yazın. İstəmirsinizsə də yox yazın. Granny 2-dən sonra Granny 1-in də videosunu çəkirəm. Granny 1-in də inşallah bütün hər şeylə qaçacağıq dostlar. Aşağıdan kanalıma like atıb abunə olduysa və Granny'nin qapıdan qaçmamı istəyirsinizsə 10 like, kanalizasyona qaçmamı istəyirsinizsə 20 like gəlsin dostlar bu videoya. Ona görə də aşağıdan videonu aşağıdan like edin, abunə olun, kanalımıza like atın, bildirimləri açın ki belə videolardan daha tez siz xəbərdar olasınız. İndi də Granny gəlir. Baxın dostlar, Granny də Teddy'ni götürəndə gözləri qıpqırmızı olur. Qıpqırmızı olur. İndi mən Teddy'mi də götürürəm, buradan aranı girirəm və qaçıram. Heç sənin gözün qıpqırmızı olmandan aldırış etmirəm. Teddy'mizi götürdük mü? Götürdük. Teddy'mizi tulluyuruq bagaja, sonra bagajı qapısını bağlayırıq, maşına çarını götürürük, maşına binirik, maşını sürürük, maşını dala veririk, maşınımızın qabasında yenə edirik, heç nə olmaz, buradan qaçmalıyıq. Və son olaraq dostlar arxaya gedirik və Granny maşından Teddy ilə qaçışımızın sonuna gəldik dostlar. Belə videoların davamı üçün aşağıdan kanala like atıb abunə olun.
Sağ olun dostlar.